3 русских блюда. Щи – суп из свежей или квашеной капусты, овощей, пряностей, мяса или рыбы. Считается, что этот суп готовят еще с 9 века. Щи издавна считались достаточно простой едой, ведь их можно было делать и без мяса. Поэтому их ели абсолютно все. İndi baxırıq mətnimizin tərcüməsinə. Şi təzə və ya turş kələmdən, tərəvəzlərdən, ədviyyatlardan, ət və ya balıqdan hazırlanmış bir şorbadır. Bu cümləmizdəki 2 yeni sözümüz var. Kvaşını, yəni turş deməkdir. Pryanost isə ədviyyatdır. Mətnin sonunda, videonun sonunda yeni sözlər paylaşılacaq. İkinci cümləmiz. Hesab edilir ki, bu şorba hələ 9-cu əsrdən bəri bişirilir. Üçüncü cümləmiz. Şi çoxdan, qədimdən bəri kifayət qədər sadə yemək sayılırdı. Çünki onu ət olmadan da hazırlamaq mümkün idi. Üçüncü cümləmizdə 2 sözümüz var. İzdavna və ved. İzdavna qədimdən deməkdir. Ved isə axı, çünki, daha çox axı kimi. Yəni axı bunu ətsiz də hazırlamaq olar. Yəni çünki bunu ətsiz də hazırlamaq olardı, mümkün idi. Sonuncu cümləmiz. Buna görə də tamamilə hər kəs onu yeyirdi. Buradakı yeni sözümüz isə tamamilə absolutna sözüdür. Deməli, kvaşını oldu turş, pryanost ədviyyat, izdavna qədimdən, ved axı, absolutna tamamilə. Пельмени. Традиционное блюдо из теста с мясом, рыбой, грибами или картошкой. Пельмени обычно подают со сметаной. Во многих русских семьях совместная лепка пельменей стала настоящей tradisiya. İndi baxırıq tərcüməsinə mətnimizin. Pelmeni xəmirin içərisinə ət, balıq, göbələk və ya kartof qoyularaq hazırlanan ənənəvi bir yeməkdir. Burada baxırıq hansı sözümüzə? Iz testa. İz testa yəni xəmirdən deməkdir. Testa xəmir deməkdir. Daha sonra ikinci cümləmiz. Pelmenilər adətən xama ilə süfrəyə verilir. Burada padavat feilimiz var. Padavat nə isə təqdim etmək, süfrəyə gətirmək mənasında istifadə olunur. Digər cümləmiz. Bir çox rus ailəsində birlikdə pelmeni düzəltmək əsl ənənəyə çevrilib. Burada lepka, Azərbaycanda dilində belə söz yoxdur. Nə isə xəmiri və yaxud da hansısa bir şeyi formaya salırıqsa buna lepka deyirlər. Yəni pelmeni düzəltmək, onu formaya salmaq mənasında bildirirlər. Deməli, testa xəmir, padavat süfrəyə gətirmək, lepka isə düzəltmək, yapışdırmaq kimi belə bir məna daşıyır. Блины. Намного более тонкие и большие, чем американские панкейки. Их могут подавать с соленой или сладкой начинкой. Особенно популярны блины на Масленицу, неделю перед Великим постом. Люди готовят такие же круглые и большие блины, как весеннее солнце, которые все с нетерпением ждут. Blinçiklər Amerikalı pankeklərdən xeyli daha nazik və böyük olur. Onlar həm duzlu, həm də şirin içliklə təqdim edilə bilir. Buradakı yeni sözümüz ikinci cümləmizdə. Načinkadır. Načinka isə bizdə içlik kimi tərcümə olunur. Blinçiklər xüsusilə Maslenitsa, yəni Maslenitsa rusların bayramıdır. Maslenitsa da dəbdədir, populyardır. Böyük oruçdan əvvəlki həftə ərzində çox məşhur olur. Veliki post, yəni oruçluq deməkdir. Post ümumiyyətcə oruç deməkdir. Sonra insanlar baharın günəşi kimi böyük və dairəvi blinçiklər bişirir. Çünki hamı günəşin çıxmasını səbirsizliklə gözləyir. Burada с нетерпением ждут, yəni səbirsizliklə gözləyirlər deməkdir. Mətnlərdə öyrəndiyimiz yeni sözləri başqa cümlələrdə sizə nümunə vermək istəyirəm. İlk sözümüz kvaşını idi. Kvaşını yəni turşumuş demək idi. Rusca cümləmiz kvaşını овощи полезны для пищеварения. Turşumuş tərəvəzlər həzm sistemi üçün faydalıdır. İkinci sözümüz пряность. Без пряностей блюдо кажется безвкусным. Ədviyatsız yemək dadsız görünür. Üçüncü sözümüz издавна. İzdavna qədimdən deməkdir. İzdavna люди верили в силу трав. İnsanlar qədimdən otların gücünə inanırdılar. Ведь axı. Постарайся прийти вовремя. Ведь это важно.
Çalış vaxtına gəl. Axı bu vacibdir. Абсолютно, tamamilə. Это абсолютно новый подход к обучению. Bu tədrisə tamamilə yeni bir yanaşmadır. Тесто, xəmir. Ana раскатывает тесто для домашней лапши. O evdə hazırlanan ərişdə üçün xəmir yayır. Подавать, süfrəyə vermək. Горячие блюда лучше подавать сразу. İsti yeməkləri dərhal süfrəyə vermək daha yaxşıdır. Лепка. Лепка вареников требует терпения и аккуратности. Vareniki düzəltmək səbir və dəqiqlik tələb edir. Начинка, içlik. Какая у тебя любимая начинка для пирожков? Piroglar üçün sevdiyin içlik hansıdır? Великий пост, böyük oruç deməkdir. Во время Великого поста многие отказываются от мяса. Böyük oruç zamanı bir çoxları ətdən imtina edir. С нетерпением, səbirsiz